Özümə yeni aldığım elektrik velosipedi təqdim edirəm. Mən də sürüyorum. Elektrik velosiped mən çoxdan da almaq istirdim. Çünki niyə? Çünki bildiyiniz kimi ölkədəki probkalar yanacaq xərcləri, yol vergisi də artıb hələ. Nəysə, bunların hamısından qurtulmaq üçün elektrik bir velosiped aldım özümə. Nə qədər pul verdim? 1000 manat pul saydım. 10 dənə 100'lük pul saydım. Markası burada yazılı. Markasını zaten çox araşdırmamışam. Eləcə elektrik velosipedlər haqqında araşdırmışdım. Gördüyünüz kimi bu motor 750 wattlıqdır. Bataryası da neçəsə şeydir. Yəni də lityum batareyadır. Eko rejimdə 20-25 km 30'la da geyə bilir. Yəni 20-25-30. Bir də ikinci skorç var. D yazır. İndi bilmirəm nə deməkdir D. D nədir? Drive. Drive modda bir 30-35 ilə gedir. Sport rejimdə 35-40 ilə gedir. Üzü aşağıda 50 gedə bilir yəni. Yəni bu yolun şeyindən asılıdır. Məsələn, üzü yuxarı qalxsansa zəif qazda çox gedir. Yükə düşür də ona görə. Pedalla verəndə özü də qaz verir. Yəni pedal verdin, qazı verir. Qazda bax belə elədin. Bax. Pedal verməsə də ayaqla uzatma. Bu cür işləyir. Çox qəşəng işləyir. Üzü qabağa qaldırır bir dəfə. Niyə açıq taxıram? Sürəndə gözümə toz gəlir. Ona görə sürətli yerdə yəni